Ama doğrudan da mənim başıma geldi. Yəni. Ve bu subut oldu. Yattım, seher oyandım, dünya starına çevrildim. Hiç kim benden işlemeye indirmirdi özünü. Bildiğin onların öz starları var idi. Böyle pajar nüfekenleri görmemişim. Krasovska filmi yazmıştım. O yaddan şu hə. Biri lazım oradan sonra buradan bir gül dengelenirdi. Korkmadan açıklıkta dostluk edən azdı. Hamısı dost, en yakın dostum. Nədən qorxurlar ki açıqlıqda dostum? Mafyalar var da bizde mafyalar var axı. Eseri olsaydı, yəqin ki sən eseri xalq artisti Bəli. olardın. Mən Rusiyada doğuldum, bir dövrana kimi orada yaşadım ve mən onların içində qaraydım. Mən gəldim Azərbaycanda heç nə dəyişmədi. Mən Azərbaycan uşaqlarının arasında Azərbaycanlı mənə Rus deyirlərdi. Rus dili bilmirdim deyə Rus. Burada da bastalanırdım. Yəni orada da döyülürdüm, burada da döyülürdüm. Halbuki mən istədiyimi oxuyub səhnədən gedirdim. Elə düşünmüşdün hə? İlk dəfədir bunu deyirəm, amma heç bir televiziya bilmirəm, heç bir yayın bilmirəm. İstədiyimi oxuyub səhnədən çıxıb gedirdim və Elvin israrla məni dedi, bunu oxu sonra gedərsən. Bu son mahnım olsun da. Yəni sən diqqət istədin, görmədin və çıxdın getdin. Evet. Bu bunu belə qələmə verək. Need a high-quality website? Looking for real SEO results? Or maybe a custom mobile app? Look no further. Introducing Sand Digital Marketing Agency, we create smart, strategic solutions that help your business grow. From web design to app development to search engine optimization, we've got you covered. So, what are you waiting for? Get started today and see what we can do for your business. Çoxsaylı işlərimdən dolayı tez-tez Amerikano hazırlaya bilməsəm də, bəzən kanalımı izləyən dəyərli insanlar üçün bu silsiləni davam etdirməyi düşünürəm. Bu dəfəki Amerikano epizodu isə mühacir hekayəsi deyil. Amerikaya konsert üçün gəlmiş Azərbaycanlı sənətçi Roza Zərgərli ilə bağlıdır. Onunla bu epizod haqqında hələ ötən ilin payızında danışmışdıq. Konsertinin vaxtı 2 dəfə dəyişdiyi üçün qismət 2026-cı ilin aprel ayının sonuna imiş. Beləliklə, Vaşinqtondan New Yorka yola çıxdım. Yağış yağmasaydı planlar başqa idi. New Yorku gəzib açıq havada söhbət edəcəkdik. Hava şəraitinə görə açıq hava çəkilişlərimiz baş tutmasa da, ortaya belə bir Amerikano çıxdı. Konsertin başlamağına nə qədər qalıb? Hardasa 1 saat maksimum vaxt qalıb. Sən demək olar ki, artıq qrimni eləmisən. Make-upda yarım durdum, amma xoşdur. Əslində Çatdıracaq 20 dəqiqə razrət vaxtımız energiyadır, xoşdur. Necə hiss edirsən özünü? Məndə heç vaxt həyəcan olmur, səhnə qabağında nə olursa olsun, düzdür. Texniki nasazlıq olanda, nəsə bir şeylər olanda konsert öncəsi stres keçirdirəm, amma işıqlar, safitlər yanan kimi, musiqinin fonu gələn kimi hər şey sanki gedir. Bax, indi görsən sakitəm. Öncə dəli idim, qalmışdım ortalıqda, amma indi bilmirəm, bu səhnələri yaşayanda, səhnəyə də oturanda, danışanda, oxuyanda tamam başqa bir Roza Zərgərli taxılır mən gərəkdən. İndi ümumiyyətlə burada çox sakitlik var. Birazdan nə olacaq? İnşallah izdiham. Не слышу тебя! Мои любимые! Eşitmirəm. Senden sadece dikkat istedim. İstedim senin oğlum yolunu gözledim. Sən Amerikaya birinci gəlişin. Və ilk dəfə də, və heç vaxt xəyalım olmayıb Amerikaya getmək. Heç maraqlı gəlmir. Maraqlı gəlmir. Heç mən Amerika sözü bir dənə serialdan bağlıdır məndə. Santa Barbara? Yox, canım, Hansı? Santa Barbara deyil. Yox. Beverly Hills 9210. Okay. Hə, молодежный serial idi. Və ona görə bir dənə arzum olur ki, nə vaxt Amerikaya gedərəm, getsəm də Beverly Hills'e gedəcəm. Başqa yer istəməmişəm. Amma Miami
то, что istedi falan pляжный. O da Spasatели Malibu serialına göre. Все. Bilgim bu kadardı yani. Mən Amerikan serialı Santa Barbara ilə böyümüşəm. 90'larda yadıma gəldi. Santa Barbara bizden böyüyor. Yani bizim yaşımız kadar yaşım. Birinci dəfə viza almışsan Amerikaya və birinci dəfə də iş üçün gəlmisən. Bu bir işdir və bugün konsertin Aslında başlayacaq. bu experience çok hoşuma gelir. Niye? Vaktiyle gelmiş gitmiş olsaydım, görmüş olsaydım tamam başka his yaşardım ama şimdi her defa New York mu Amerika mı yadıma düşende diyeceğim ilk solo konsertim New York Brooklyn'de olur ve ilk defa onda gelmiştim turist değildim. Bunun bir başka lezzeti var. Və necə istəyir? Bax bu gün artıq sən şəhərdə gəzmisən, Manhattan'da və səni tanıyıblar insanlar. Size bir tane söz diyeyim. Ad çekmeyeceğim. Biri var idi. Dedi ki ben kruasan ve kofe elimde Amerika'da rahat içebilirim, gezebilirim. Beni tanımırlar, narahat eləmirlər. Ama elə mən də kakras təsadüfən kofe kruasanım var idi. Video çəkirdik konser için. Mən yaxınlaşdılar, narahat elədi və bu mənə xoş oldu. Niye? Yani Rusya'da okey, kırmızı meydanda gəzirsən, Krasnaya Ploşitdə gəzirsən, hər kəs yaxınlaşır, şəkil çəkdirir, söhbət eləyir, tanıyırlar. Bu başka bir hisdi ama New York'ta səni tanıyıb narahat eləyən insanları görəndə sən tamam başka bir his yaşayırsan və başa düşürsən ki, da sağ ol Roza, sən qlavalı ifaçısan. Bəli. Və mən bir sən nəyi xatırlayıram? Biz Sovet dövrünün uşaqları idi. Yəni Sovetlər İttifaqında da olmuşuq. Yəni Sən də Rusiyada da olmusan. Biz görmədiyimiz dövrən olmayıb da, yəni belə deyim. Doğru. Piyoneri də görmüşük. O gün biz elementar mən dostlarımla danışıram, disklərdən, kasetlərdən. Görürəm ki, biz bunların hamısını görmüşük. Yəni o rekordlar deyirlərdi ona, vallar. Mən valla musiqiyə, plastinkalarla musiqiyə qulaq asmışam. Sonra tape, kasetlər çıxdı onlardan. Sonra CD başladı, CD dövrü. 90'lar ümumiyyətlə bir FM radiolar dövrü oldu ki, özüm də radioçu oldum. Və indi isə tamamilə musiqi rəqəmsallaşıb da, tamamilə ayrı bir dövrdür. İndi bizə bax da, indi mənə bax. Deməli mən ifaçı olaraq Mindis də görmüşəm, CD də görmüşəm, sonra flashka da görmüşük, iPad'lər, notebooklar falan. İndi tamam başqa cürədir. Elə WhatsApp'dan lazım olan şey Telegram'dan və yaxud prilaşenyalar var ki, onlardan eləyirsən və mən bu dəqiqə Amerikadayım, düzdür. Bu səfər bizim yenə musiqiçilərimiz alınmadı, upload olsunlar, amma distansiyon olarak səs rejissörüm konsertin bütün proqramını qurubdu. Yani özü burada olmadı. Yani biz böyle biraz başka dövran uşaqları, hansı ki plastinkanı qoydu, eləyə qulaq asırdı nəzi. İndi bir kontinentə demək olar ki, səndən böyük bir ekip online işləyir və rahatlıqdan işini görə bilirsən. Mənə maraqlıdır. İndi mən də bilirsən ki, sən uzun dövr devlet televiziyasında aparatçısı olmuşsan ve birçok televiziyaların əməkdaşlıq eləmişsən və Azərbaycan bir nömrəli kişi aparıcılarından biri olmuşsan. Çok sağ ol. Ve en ecazkar olan da sen olmuşsan. Hamı sen derdinden Neşmə xoşlam elə olmayıb da. Yəni. derdinden üstüne oy getmiş. Hiç mən qarışır. İndi bax, sənə necə hisdir? Tanıdığın, bildiğin bir insanı Amerika'da yaşayırsan ve özün yok, Amerika'da yaşayan dostların tərəfindən səndən soruşurlar ki, bu qadın kimdir və bu nədir? Bu mənim Mən marağım. ona o qədər sevinirəm. Yəni bu bir ildən çoxdur, 2 ildir. Ümumiyyətlə istədiyim hansı viral oldu. 2 il yarımdır ki, hə, oje viraldır. Və mən yadıma gəlir ki, mən ümumiyyətlə xəbərim yoxdur. 2024-ün oktyabrından. Hə, təxminən bax elə həmin vaxtlarda mən ümumiyyətlə xəbərim yoxdur. Çünki Instagramda, sosial mediada çox az vaxt keçirirdim həmin ərəfələrdə. Ümumiyyətlə baxıram ki, Azərbaycan kontenti qabağıma çıxmırdı, izləmirsən falan. Və mənim bir gün bir dostum, Belarus dostum, birinci göndərir sənin reyini. Ты знаешь ее? Deyirəm, əlbəttə знаю. Deyirəm, mənim dostumdur və bizim sevilən sənətçilərdəndir. Sonra və mən eyni, yəni o istədiyim hansı viral olandan sonra başqa insanlar da Azərbaycanlı olmayan, burada yaşayan, Amerikada yaşayanlar mənə göndərirlər və mənə o qədər xoş gəlir ki bu. Yəni bu gözəl histir. Yəni mən düşünürəm ki, Azərbaycanı sevən hər bir insan üçün gözəldir. Yəni hamı istəyir ki, onun danışdığı dildə oxuyan ifaçını hamı tanısın, hamı sevsin. Və sənə o xoş gəlirmi ki, yəni istədiyim mahnısının bütün sözləri Azərbaycan dilindədir və insanlar onu oxuyurlar başa düşmədən. Mənim qurur duyduğum, bunu qəbul eləməyə də bilərlər, danışa bilərlər. Belə bir çox rahat danışıram da səninlə. Çünki öncə də dedim sənə ki, ilk və yeganə adamsan Azərbaycandan ki, mən ondan və ilk intervyumdur maşında, heç maşında belə intervyu verməmişəm. Olmayıb da ilk. Səndən də ilklərimizi atıram.
Mənim qürur mənbəyim odur ki, illər boyu mən bizim televiziya karyeram çox böyükdür. Bakı vaxt ilə verilişi, Azərbaycan mədəniyyətinə qulluq eləmişim birbaşa. Bunu görməyən, eşitməyən, bilməyən yoxdur. Və bu mənim qürur mənbəyimdir ki, mən Azərbaycan mədəniyyətinə xidmət eləmişim. Bu bir. Mən heç vaxt yarımçılpaq olmamışam səhnədə. Bəli, qadınım, ecazkar geyinə bilərəm, amma civarında eləmişəm. Hər zaman ətraf mühitdən indi adı çəkməyəcəm. Bəzi konkurent deyək də, özlərini konkurent yerinə qoyun. Əslində mənim konkurentim yoxdur. Bir konkurentim var, o da mən özüməyəm. Çünki özümü bəyənmirəm, özümü tənbihləyirəm, özümü sevmirəm. Bu da mənim ən böyük hər haldakı uğurumdur ki, mən özümlə konkurensiya. Özünü çox tənqid edirsən ha? Çox. Bir il bundan öncəki Roza bu ilki Roza ola bilməz. Gələn il olacaq Roza bu ilki Roza ola bilməz. Başa düşdün? Özümü hər dəfə puxtaləşdirirəm, özümə konkurensiya edirəm, özümü rəqibiyəm belə deyim də. Və mən çox bəzi konkurentlərim bu indi var axı bizdə 25 dənə name açırlar və özləri bir adamı qınabit eləyirlər, bir adamın üstünə cumurlar və başqa bir adamlar da tərifləyirlər də, özləri sıfırdan ulduz yaradılar, olaraq onlar ulduz deyirlər də, yəni öz qazanında ulduzdur. Hamısı yazılardı ki, Roza Zərgəli kimdir? Bunun bir mahnısı yoxdur. Roza Zərgəlin bir mahnısını eşitmişsiniz və bunu yüzlərlə insan yazır. Bilirsən bu psixoloji nə qədər baskıdır bir 26 il səhnədə olan sənətçi üçün. 26 il, sən məni çox gözəl başa düşərsən. 26 il bir səhnədə olan ifaçı üçün bir dənə pişik şəkili qoyubdu, 0-0 abunə, bir dənə iç şəkili qoyub 0-0 abunə və belə profillər, saxta profillərdən yazılar. Bunun hansı mahnısı? Bunun bir dənə mahnısının adını çəkin. Və onlar da fikir formalaşdırmağa çalışırlar. Və fikir də formalaşdırırlardı, inan, formalaşdırırlardı. Və Allahın böyüklüyü və qəlblərə şahidliyi bir daha sübut oldu ki, elə həmən o dediyiniz bir mahnısı varmı? Qız bir mahnı ilə öz doğma dilində, öz doğma bəstəkarından, öz doğma bəstəkarının Azərbaycan dilində yazdığı şeirlə rəssamı da salamlayıram bu arada buradan. Bir mahnı bütün dünyaya həm Azərbaycan dili sevgisini, melodiyasını sevdirdi və həm də mən ana dilimdə qlobal ifaçı oldum. Çünki mən İngilizcə də oxumuşam, mən Rusca da oxumuşam, mən İtalyanca da oxumuşam, var hamısı YouTube'da. Amma mənim öz ana dilimdə bu Miravoy Şazama düşdü və qlobal oldu. Və o deyənlərə bir qapaq oldu ki, çünki indi adi insanlar doğrudan da sosial media istifadəçiləri deyirlər ki, bəs bir zamanlar deyirdiniz bir mahnı yox, bir mahnı ilə gördünüz başınıza nə oyunu açdı Roza Zərgərli. Və qürur duyurlar, geyinmi müzakirə edirlər ki, nə gözəl Azərbaycan musiqisini, Azərbaycan mədəniyyətini, əsl Azərbaycan qızı kimi təbliğ edir. Bax, bu mənə verir qol qanad. Biz dünən vaxt keçirdik, bir yerdə gəzdik. Səndən sonra çox gecə düşünmüşüm, inanırsan. Əslində dedim ki, nahaq onları tənbihlədim, nahaq dedim, əslində Kərvan öz işində məşğul olmalıdır. Amma sonra dedim, yox, düz edirsən. İçimdə bir Roza var, bir Roza Zərgərli var, bir də balaca bir Roza var. Onlar savaşır səhərə kimi. Sonra dedim, bola necə olmalıdırsa, elə də olur. Əslində, içimdəki haykırtı da dedim. Mən yenə də repertuarımın 80% Azərbaycan dilindədir. Və xalq mahnıları deyil, yüzlərlə insan tanıdığı mahnılar deyil, şəxsi repertuarımdır. Şəxsi repertuarımı gəlib qulaq asmaq istəyən əcnəbi insanlar, mənim ana dilimə qulaq asmaq istəyənlər gəlib zalda oturanda mənə nə qədər qürur vericidir. Okey, 30-20% rus dilli repertuarım var, okey. Amma bu çox qürur vericidir, yəni sevinirəm, xoşbəxtəm. Bu sənətçi bundan artıq nə arzu eləyə bilər ki? Bir də arzu elədiyim bir şeylər var. Rusiyadan premiyalar almaq idi, Jara World Music'də əcnəbi ilim müğənnisi adına layiq görüldüm. 4-dən ondan sonra mükafat vermə oldu. Özüm orada ola bilmədim, amma mükafatları veriblər. Onu da bir Reels olaraq çəkib qoyacağım. İndi daha sıxdır da, sosial mediada informasiya çoxdur. Bu sabah konsertdir. O günü Fəruq Zakirovun yubileyində idik. Azərbaycandan mən bir də Emin Ağalarov sözsüz ki dəvət olunmuşdu. Yəni bu da qürur vericidir. Polad Bülbüloğlu oradaydı. Yəni gör hansı kontingentdir. Yəni yaşlı nəslimizin hansı göstəricisidir. Cavan nəsil sayılır. Da biz cavanlardan da mənim məsəl üçün. Yəni bu çox gözəldir. Məncə mənim bir dənə arzum Grammy. Allah qoysun. O da olacaq. İnşallah. Onu da deyirəm sənə. Necə ki sənin yadındadır. Heç vaxt bunu unutmayacağam və səni niyə istəyirdim, arzulayırdım ki, burada görəcək. Yadından sal söhbətimizi, mən sənə deyirdim, mən toy müğənnisi olmaq istəmirəm. Yadımdadır. Demişdim. Yadımdadır, ha. 2010-cu ildə mən konsert müğənnisi olmaq istəyirəm. Düzdür, toy müğənnisiyəm, yəni nə barədə toya da dəvət alıram, korporasiya hamısına da gedirəm. Yəni bu dünya çapında da belədir. Amma indi əsasən konsert müğənnisiyəm. Sənə.
Şimdi arzum var Grammy. Yani inşallah o da olar. İnşallah Grammy'de de bilirəm tarixçəsində çox nadir olubdu. Başqa dövlət dilində bir mükafat almam. Mən də istəyirəm öz ana dilimdə alım mükafatı. Öz ana Bakırsan. dilimdəki ifaya görə alım. Məncə əsas o sənin mahnında istəməkdir də. Yəni Bəli, bir şey bəli. Kainatı istəyirsən, istəyin. manifest edirsənsə Evet. baş verir. Olsun o zaman da onu qeyd eləyək. Allah Ümumiyyətlə Raza dövr elə bir dövrdür ki, artıq ifaçılar janrlarına görə məşhur olurlar da. Yəni artıq nə bilim filankəsin gözəl səsi deyiləndə ondan qabaq janr deyilir ki, filankəsin janrı. Bəli. Hər ifaçının öz fərqli bir janrı olmalıdır. Dünya artıq onu tələb eləyir. Və bir də ki, zövqlər müxtəlifdir. Mən də əvvəllər bəlkə mühakimə eləyirdim mahnıları, ifaçıları. Amma bəlkə də Amerika məndə bəzi fikirləri dəyişdi. Nə baxımından? Məsələn, kimsə 6-8-li mahnıya qulaq asırsa, kimsə meyxanaya qulaq asır, kimsə repa qulaq asır, kimsə caza qulaq asır, kimsə roka qulaq asır. Mən heç kəsi mühakimə eləmirəm. Çünki bu bir zövq məsələsidir. Yəni insan var ki, pop ifaçıları xoşlayır, insan var caz ifaçıları xoşlayır və hər ifaçının da özünün öz kütləsi var. Yəni görürəm ki, bizim insanlar, ümumiyyətlə bizim regionun insanları, mən təkcə Azərbaycan deməzdim də, bizim regionun insanları biraz mühakimə eləyirlər. Məsələn, tutaq ki, mən ancaq caza qulaq asıram, popa qulaq asıramsa, 6-8-li mahnıya qulaq asanlar yuxarıdan aşağı baxıram və deyirəm ki, artıq dövr dəyişib. Yəni bizim insan olaraq biz hamının zövqünə hörmət eləməliyik. Mən də qabaq deyirdim, olmaz belə falan. Hətta radioda mən heç vaxt o ara mahnıları deyirdik. Həmişə heç vaxt onları səsləndirmirdim. Çalışırdım ki, təmiz Azərbaycan musiqisi, estrada musiqisi falan səsləndirək. Amma dövr keçir, anlayırsan ki, indi sosial media dövrüdür və hamının haqqı var ki, oxuduğu mahnını, öz yaradıcılığını qoysun sosial mediaya deyim, YouTube-a mı, Spotify-a mı? Və artıq ona insanlar özü qərar verir. Onu sevəcəklər, Sən sevməyəcəklər. indiki dövrdə heç kimə öz zövqünü Aşılamaq istəmirəm, aşılaya bilməzsən, istəsən də belə. Dövr belədir. Çünki elə bir dövrdür. Bəli. Yəni elə bir platformalar, elə bir qlobal formada yəni inter məkanlar yaranıb ki, sən ora 7-24 istədiyin musiqini, sevdiyin proyekti qoysan da oradan cəmaət öz istədiyini götürəcək və yaxud da heç səni dinləməyəcəklər. Bu indiki dövrdə bu çox önəmlidir. Sadəcə bir şey var da. Mən özümdən soruşsam, bəli, mən caz, blues, bizim milli üslubda muğam sevərəm. Mən bunu istəsəm də oxumaq, təhsilini alsam da, oxusam da bu məndə istənilməyəcək. Bax, mən sən bilirsən zil oxuyanam. Sən çünki öz janrını yaratmısan da. Mən zil oxuyuram. Mənim tamam başqa estrada janrında ifalarım var. Amma bu janr Azərbaycanda ilk qadınlarda mən oldum və trap janrında muzikalni belə deyək də, rap da, musiqi, popun trap janrında oxuyan qadın yoxdur və hətta Rusiya səhnəsində də yoxdur. Və ona görə də bir çox rus ifaçıları və bir çox qlobal insanlar Rusiya üzrə çalışmaq istəyirlər və çalışırlar. Çünki o janrı hamısı bəyənirlər və görürlər o janr bu dəqiqə istənilən janrdır və o janrda bu adamla çalışaq deyə gəlirlər. Yəni mənim hansı gözəl vokal imkanlarıma görə, gözəlliyimə görə gələni yoxdur. Bu janr maraqlı gəlir onlara və bu janrda olmaq istəyirlər, bir qatqıları olsun deyə. Как вас зовут? Нет, не вас, молодой человек. Вы для меня. Дальше, ряд. Как зовут? Да. А? Коля? Николай, а вас? Лена. А вы понимаете, что я пою? Нет? А чего вы кричите, ребят? Знаете, сказка в чем, ребят? Честное слово, я вообще балдею. Но будут русские песни, то есть мои авторские. Интересно, что не понимаю язык, что пришли на меня смотреть? Да? Люблю вас. Tamaşaçım 30 plusdur və gənc musiqiyə qulaq asılır. Başa gülməli burasıdır. Zalda oturaq tamaşaçı. Əslində bu musiqi janrı ayaq üstə olan tamaşaçı janrıdır. Amma mənim konsertimdə oturaq tamaşaçı var. Mənim öz həmyaşıdlarım, yəni 25-dən 50-yə qədərdir və tamam başqa musiqi janrından qulaq asırlar. Yəni bilmirəm, başa sala bildimmi səni? Anlıyorum səni. Yəni yox. Zala çıxıram, gülməyim gəlir ki, çox müasir mahnılara qulaq asırlar, amma hamısı mən yaşlı insanlardır yəni. Başa düşdünüz? Ailəvi insanlar yəni. Hə, görürəm ki, deməli bu boşluq var, bu nişa var imiş, bu boşluq var imiş və rəssam da bunu doğru görübdür. Amerika çox fərqlidir. Yəni burada yaşayanda anlayırsan ki, Amerikada o qədər fərqli
insanlar, fərqli dildə danışan insanlar, fərqli irqlər, fərqli icmalar var bütün Amerikada və ilk dəfə mən Brooklynə gələndə düşünmüşdüm ki, bütün Amerika belədir, amma sonra anlayırsan ki, bütün Amerika belə deyil. Bura sadəcə olaraq rus dilli insanların yaşadığı bir ərazidir. Bunun da bir tarixi var. Və dünən biz özümüz də şəhərdə gördük ki, səni insanlar tanıyır. Sənin insanlar yaxınlaşıb şəkil çəkdirirlər. Bu bütünlükdə rus dilində danışan və rus dilində anlayan insanlara aiddir. Və mənim sənə sualım Azərbaycan dilli tamaşaçılarla. Azərbaycan dilli tamaşaçılar səni artıq 26 ildə, hə? Hə, 26 il oldu, martın 21-i. Səncə, səni Azərbaycan dilli tamaşaçılar olduğun kimi tanıyırmı? Yox, məncə. Mən daxildən, içdən mənim tamaşaçım tanımırlar. Çünki bunun üçün dünən də dediyim kimi, yəni danışacaq, sonra gecə peşman olacaq. Dediyim kimi, bəzi formalaşmış deyək ki, sənətdə olan insanların işçilərin təbliğatı, sifarişli təbliğatlarım çoxdur. Mən öz tamaşaçım tanısa, tamam başqa rozlər gəlir tanıyar. Bizə nətərdir? Mən dünənlərin baxıram, kommentlərə çoxsa deyir ki, sən bizim qürur mənbəyimizsən. Nə gözəl ki, Azərbaycanda sənin kimi divamız var, gülürəm. Nə ki, sənin kimi nömrə bir ifaçımız var, yenə gülümsəyirəm, üstündən keçirəm. Əslində mən elə öz qızınızam və mənim olduğum kimi tanımağınız üçün məcbur deməli olmalıydı ki, mən kənara çıxım və kənardan mənə baxasınız. Kənardan baxasınız və özünüzünki olduğumu və yenə dilimi, dinimi, vətənimi təbliğ eləməyimi görəsiniz və məncə indən sonra mənim tamaşaçım məni tanıyacaq, Azərbaycan dili tamaşaçılardan danışıram. Roza, sən Rusiyada doğulmuşsun. Mən Tümen vilayətində, Labutanki şəhərində doğulmuşum, hərbi ailəsində. SSR-in dövründə hər kəs SSR-in hər hansısa bir dövlətlərinə düşürdülər də, əskəriyə. Atam düşmüşdü 17 yaşında Tümenə və oradan sonra Suvorov falan təhsil almışdı. Hərbi 2 ilə qalmışdı və hərbi rütbədən 89-cu ildə biz Azərbaycana papam xüsusi olaraq dəvət olunmuşdu. Dağılmamışdan qabaq gəlmişdi. Xüsusi olaraq, indi açıqlamayacağım burada, başa düşəcək. 89-cu ildə xüsusi olaraq Azərbaycana qaytarılmışdı ki, hərbi 2-miz lazımdır. Və ona görə biz Azərbaycana qayıtdıq. Atam çox vətənpərvər adam olduğu üçün. Allah hamının ölənlərinə rəhmət eləsin. Allah rəhmət eləsin. 3 il bundan qabaq, istədiyimdən 6 ay qabaq dünyasını dəyişdi. Və o heç o mənə xeyir dua vermirdi ifaçılığımla bağlı. Amma onun dəfn mərasiminin günündə, yəni 40-ında elə bir hadisə baş vermişdi ki, mən başa düşdüm ki, o xeyir duasını qoydu, getdi. Və 6 aydan sonra istədiyim dünya qlobal oldu. Halbuki mən istədiyimi oxuyub səhnədən gedirdim. Elə düşünmüşdün, hə? İlk dəfədir bunu deyirəm, heç bir televiziya bilmirəm, heç bir yayın bilmirəm. İstədiyimi oxuyub səhnədən çıxıb gedirdim və Elvin israrla məni dedi, bunu oxu, sonra gedərsən. Bu son mahnım olsun da. Yəni sən diqqəti istədin, görmədin və çıxdın, getdin. Bunu belə qələmə verək. Və böyük sevgidən yazmışdı rəssam bunu. İndi tutdum səhədi. Və böyük sevgidən yazmışdı. Necə sevgidən? Mən onunla danışmışdım, sənlə dərdləşdiyim kimi onunla dərdləşmişdim. Və o bu sevgini görmüşdü. Və o sevgidən, o içimdəki ağrıdan bunu yazmışdı. Bu mahnı həm sevgiyə aiddir, həm sənətə aiddir, həm valideynə aiddir, həm sevgiliyə aiddir, hər bir şeyə aiddir əslində. Və bu mahnıda o ağrım, acım, o onu mənə məcbur etdi və oxutdurdu ki, bunu oxumalısan. Mahnıda oxuduq, bir həftə evdə qulaq astı hamı. Qızım, yeganə varlığım, qızım dedim, amma bu mahnı dünyada tutmasa, sən doğrudan da bu sənətdən çıx get. Подошли 3-4 раза за кулисами, еще раз стали. Еще раз стали. Я благодарна Богу судьбе. Siz beni istediğiniz gibi ben de sizi isterim. И всегда мечты сбываются, мои любимые. Hayatıma zamanımı yüreğimin açarını sana verdim. İstediğim söylemem yolunu gözledim. Sana rahat veren adamın gece kanına var. Hisleri suskun olup yaşamalılar. Dokunmadan aşıkını nece sevmeye var. Bir gecədə, yəni təsəvvür elə 25
il, hardasa 25 ilə yaxın səhnədəsən, televiziyada, həmişə televiziyadasan, radioda mahnıların səslənir, amma sosial media isə səni viral eləyir, bütün dünyaya qlobal eləyir. Bu necə istiqamət, necə baş verdi o proses? Mən bir dəfə bir intervyum vardı, Aynəsin dövründə bir uşaq var idi, nə evini satmışdı, nə eləmişdi. Dedim ki, yazıq, sən niyə evini satsın, eşini satsın? Dedim, yazıq, sən evini, eşini niyə satsın? Bir populyarlıq qazanmaq üçün, yəni cəmiyyət əslində populyar olur ki, ev içkisi, maşın alınsın, amma sən bunların hamısını satsan ki, populyar olasın. Sən yazıq, sən niyə bunu eləmişsin? Deyirəm, insanlar var ki, bir gecə yatırlar və sabah oyanında populyar olurlar. Orada düzdür, onda belə deyək də, aparıcımızın adını çəkməyəcəm. Aparıcımız başladı onu şaxələndirib gülməyə ki, yəni o nə deməkdir? Bir gecədə yatdın, durdun, tanınırsan, o başqa frazirovkaya yozdu. Amma doğrudan da mənim başıma gəldi. Və bu sübut oldu. Yatdım, səhər oyandım, dünya starına çevrildim. Doğrudan da bax, nə qədər bu pafosunu səslənsə də, bəzilərinin xoşuna gəlməsə də, doğrudan dünya starına çevrildim və nə xoş mənə ki, mənim yanımdakı insanlar bunu görürlər. Yəni, yanımda gəzdim 2 gün, yəni bugün heç, dünən küçədə gördün. Küçədə hələm o yağışlıydı. Biz, belə deyim, Manhattanın ortasında deyim, gəzəndə o günü hər kəs könül gülümsür, bay, hay, deyirlər, indi mən İngilizcə bilmirəm, yəni bizim ki, bunu da açıq etiraf edim. Görüm ki, tanıyırlar, xoş gəlir. Amma bir tərəfdən mənə niyə xoş gəlmir, deyəcəm sənə. Hərdən insan azad yaşamaq istəyir və azad bir neçə saatı keçirtmək istəyir. İstədiyi kimi hərəkət eləmək istəyir və artıq bu dünya heç arasında məndə alınmır. Yağış yağsa da biraz dedim ki, gəzək, yağışda olsa belə. Sən yağışla bağlı mahnı yoxdur? Yox. Amma var o bir mahnımın içində bir fragment var, o da yağış söhbəti. Belə olmuşdu səndə? Yağışda olmayıb, yağışda biz heç kəsdən müsaade olmamışıq. Və mən görürəm ki, burada yaşayan insanlar səni tanıyırlar, görürsən, baxışları gördür. Bura Brooklyndir və sabah sən burada olacaqsan, konsert burada olacaq. Sabah axşam insanlar səni burada izləmək üçün gələcəklər. Və onu dedim ki, yəni bura gələn insanlar bilirsən də Azərbaycanlılar deyil təkcə. Bura hər millətdən o insanlar sabah gələcəklər. Əslində bir sənə buradan keçirib gülməlidir. Çox yerdə oluram, amma belə Pajarlı vətənləri görməmişəm. Krasovska filmi yadıma. O yaddan düşür, hə? Benim lazım orada, sənə buradan belə güldən gələnirdə. Manhattan'da gəzmə imkanın oldu bu gün? Yox, dünənlərim axşam biraz gəzdik, bir dənə video çəkdim. Amma belə, gəzintim əslində konsertdən sonra olacaq. Konsert 26-sı, 27-si, 28-si, 29-u buradayam. 29-u da buradan uçacağım Özbəkistana. Oradan da Moskva, Moskvadan sonra Grozny'da konsertim var. Grozny'dan sonra yenə Moskvaya qayıdıram. Sonra da Qazaxstanda bir çıxışım var, sonra da Turne Qazaxstan. 5 şəhərində konsertimiz var inşallah. Almatı, Astana, Şimkent, Və sən nə zaman dincəlirsən? Mən mayın axırında 2 gün dincələcəm. Sonra davam edirik. Hə. Mütləq lazımdır, işləmək də lazımdır. Həm də ki, mənə gəlir ki, bu sənə də zövq verir. Mən elə bax, indi işləyirik də, burasında işdir də. Bu işdir də, doğru. İşləyirik, amma nə qədər belə həzz alıram işimdən. Heç sevirəm bunu. Ona görə də mən istirahət düşmək, istirahət edəndə, pasiv istirahət edəndə mən xəstələnirəm. Ona görə də çalışmaq lazımdır. Və bizim gülməli nədir? Ən gülməlisi. Sən də niyə rahatam? Sən niyə belə, bəzi içində qalmaqallı şeylər var. Heç kimə bu 3 ildə heç yerdə kim nə deyirsə səsimi çıxartmamışam. Gözləmişəm də, özüm bilirdim niyə gözləmişəm. Kamera sönəndən sonra səbəbini deyəcəm sənə. Amma indi də deyirəm, çox zəkalı insanlar bunu başa düşəcəklər. İndi olduğu şeylərin hamısını deyirəm. Zamanında prodüser kimi yanıma dəvət etdiyim, xahiş etdiyim insanlar oldu ki, mənlə işdə də, vallahi mən çox uğurlu insanım, prosta tək bacara bilmirəm. Mənim toylarımı danış da, mən bunu bacara bilmirəm da. Eybi yoxdur, 2000 manatdan danış, razıyam. Amma danış da, yəni buna ehtiyacım var. Heç kim mənlə işləməyə endirmirdi özünü. Bildiyin, onların öz starları var idi. Ki gülmənin davada deyə bilməyənlər, dünya mədəniyyətindən xəbəri ola bilməyənlər, dünya adamlarından oturub zamanında necə danışdığım kimi danışır. Mən alimlə otururdum, onun təbəqəsində danışa bilirdim. Fiziklə ağız-ağıza oturub danışır. Şahmatistdən otururdum, şahmat oynuyordum. Deyirdi, siz bunu necə bacarırsınız? Yəni siz crazy, yəni siz kafanız tamam başqa cürədir. O insanların hamısının sonra sən bu dayanılsa addan deyəcəm. İndi o insanların hamısı yalvar edirəm. Canım, sorry də, mən Rus label'ında işləyirəm. Alınmır mən səni işə götürməyəm. O ləzzətləri yaşayıram.
Anladın mı? Anlıyorum. Ama sen benden zamanında da buydun. Dövran keçdi, köçdün, getdin, hiçbir sənə sağ ol eləməmişik. Və 12 ildən sonra, tam 10 ildən sonra bir daha yenə səndən eləyəm. Başa düşdün? Yəni sənə necə... Ya, başa düşdün nə demək istəyirəm? Və zamanında Doğru. mən gəldim sənə müraciət elədim ki, mənə radioda imkan vermirlər. Daha hamı məndən pul istəyir. Mənə kömək elə də ratacağıma. Sən dedin ki, mən əlimdən gələni eləyəcəm. Bu bizim bu, yəni başa düşdün? Anlıyorum. Bugünkü gündə də hə, mən qlobalım deyə bilərdim. Səxavət alınmır məndə ürəyim. Mən orada çox belə yorğun kapanmışam. Mən sənə dedim, nə olursa olsun mən o bir günü səndənəm. Yəni səhərdən axşama kimi. Əslində o bir gecənin içində tanınmaq dedin, yəni mahnı birdən-birə viral oldu, partlayış oldu. Mənə gəlir ki, orada da bir professionallıq anı yaxalayıb və düzgün planlama etməkdir ki, çünki o sadəcə olaraq bir belə sabun köpüyü kimi köpüklənib gedə bilərdi. Tamamilə doğrusu. Mənim həyatımda gəlmiş keçmiş əməkdaşlarım var ki, gəlirlər, həyatımdan çıxıb gedirlər, olurlar, təzələri gəlir. Mənə elə gəlir ki, o anda o adamlar yanımda olmadı. Çünki Worldwide-ın nə olmasını mən bilmirdim. Ümumiyyətlə mən yaşıma başıma görə bunu bilə istədim. Gənc nəsil deyiləm. Mənim yanımda çalışan gənclər var ki, onlar dedilər ki, Rozxan, Worldwide-a düşmüşük. Ora harada? Şəmkir ləhcəmi tanım. Ora harada? Dedi, Worldwide dünya siyasıdır. Siz dünya şazamında birincilikdəsiz. Yəni, gözümün önündə hər gün izləyirdik 134, 130, 110, 96, 84, 86, 34, 2, 3. Bildiyiniz üzere, yəni görürdüm ki, necə artır və biz də eyni gündə dünya starları, mahnılar buraxmışlar. Biz onları vurub keçirdik. Yəni, nə xoş bizə. Biz bu yaxından Emin Ağalarovdan Faruk Zakirovun tədbirində olduq, 80 illik yubileyində. Emin deyəndə jurnalistlərə dedi ki, siz bilirsiniz ki, bu dünyada bir mahnı oxudu və bütün dünya Azərbaycan dilini tanıdı. Bu mənə nə xoş gəlir. Yəni, sənət yoldaşının, musiqi sevənin bunu etiraf eləməsi, görməsi, deməsi bu mənim üçün ən böyük mükafatlardan biridir. Rozan, sən ümumiyyətlə düşünürsənmi ki, Amerikada yaşaya bilərsən? Mən yəni səhnədə olsam yaşaya bilərəm, gedərəm, gələrəm. Amma belə sırf oturum, yaşayayım, qorxuram ki, Bakıdan başqa biraz çətindir. Ay sənan 1 kilo kartof gətir. Ay falan get oradan bu kartımı. Ay zəng gələ saç sası gəlsin evə. Burada belə çətindir o şey. Ona görə mən düşünürəm ki, yox. Amma heç vaxt yox deməm. Heç vaxt yox deməm. Aşıq olarım, köçüb gələrəm, sırada alarım. Eseri olsaydı, yəqin ki, sən eseri xalq artisti olardın. Eseri olsaydı, mən eseri xalq Çünki artisti bunu olardım. görsən, hamı, bütün üstülər səni tanıyırlar. Sənin haqqında ən böyük yanlış xəbər, insanların ən yanlış bildiyi nədir? Nə düşünürsən? Çox şey yanlış bilirlər. Birini deyim ki, vücudumla bağlı olan buraxılan yanlış məlumatdır. Mən vücudumda heç bir əməliyyat elətdirməmişəm. Vücudumla bağlı ömür boyu mən vurublar. Hamısı eyni şey eləyiblər, amma vücudumla bağlı mən dedim, əfsanələr buraxıblar. Bu belə deyil. Zaten məni neçə ildir tanıyırsan, ilk tanıyanlardan da birisən, səndən də öncə tanıyanlar var. Vücudumla bağlı hər dəfə mənim belə deyim də sınağa çəkiblər. Mən çox ağır xəstəliyim var və bu giperlardozdur. Giperlardoza görə hamı vücudumu müzakirə elə, amma inanın ki, mənə bir problem yaşayan insanı bu qədər müzakirə eləmək Allahın qabağında hansı bir günaha qazanmaqdır. Yəni görməyən insanın gözü açıqsa, amma kör desən, sən günah qazanırsan, o kör insan günah qazanmır. Eyniliklə. Ən böyük buraxılan yanlış odur. Sonra ən böyük buraxılan yanlış odur ki, səsi yoxdur. Səsi yoxdursa bu insan necə ola bilər ki, milyonlar onu sevsin? Sadəcə bəlkə sizin bilginiz yoxdur janr və temperasiyanın formalaşmasından. Yəni, belə deyim də, mən muğam sevərəm. Sənə dünən dedim. Mən meyxana sevərəm. Bunu da sənə dünən dedim. Yəni, musiqimiz sadəcə muğam ifaçılarından ibarət deyil. Janrlar var, formalar var. Səsi yoxdur. Bunun dünən bir mahnıdan danışdım. Səsi yoxdur, bunun nəyini sevirsiniz? Ay Allah, bu danışıq şeydir. Bu janrdır. Bu janrda ən öndə gedən sevdiyiniz müğənniyə yaxınlaşın və mənim oxuduğum janrı verin, oxusun, görüm, oxuya bilirmi? Bu Roza Zərgərinin yoludur. Necə ki, vaxtında yadındadır, Eyüp Yaqubov
birdən ildırım kimi gəldi düşdü Azərbaycan musiqisinin içinə. Halbuki Eyüp Yaqub çoxdan var idi. Bəli. Və o Bakı şansonu milli üslubda oxuyanda bir pokoleniya insanlar olsun, heç kim də məndən inciməsin. Elton, Abbas, soracağım çoxları vardı, gənclərimiz vardı, uşaqlar ki deyirlərdi Eyüp Yaqubov yolu. Baxmayaraq ki Eyüp Yaqubovdan aralarında 10 yaş fərq var idi, 15 yaş fərq var idi. Amma bu insan bir janr yarattı, bir yol yarattı, bir üslub yarattı. Musiqili meyxana Nizami Rəmzin dövründən var. Amma Nizami Rəmzi belə deyirəm, Filarmoniyanın səhnəsi 4 gün solda dolduranda, camı pəncərəni sındıranda Nizami Rəmzi hamı daşqalaq edirdi ki, necə meyxana ifaçısı musiqili meyxana necə ifa edə bilər. Amma illər sonra Pərvizlə Türkan başladı bunu ifa eləməyə. Hamı başladı onları da tənbih eləməyə. Amma yaxşı ki, sosial media var idi, YouTube var idi. Görən görürdü ki, yəni bunun zamanında da eləyiblər. Başa düşün, yeniliyə həmişə açıq olmalıyıq. Hər zaman. Və bu yeni üslubdur və dünya bunu qəbul edirsə, dünyada bu varsa da və korifey sənətkarlar, yəni belə deyim, Igor Krutoy nəinki uşaq deyil, Igor Krutoy çox böyük bir sənətkardır və hər adamla da işləmir. Rusiya show biznesində ulduzlar var ki, illərdən onun mahnısını gözləyirlər ki, Igor Krutoy onların mahnı yazsın. Bu adam özü məni tapır və özü deyir ki, mən səninlə işləmək istəyirəm. Bugün səhərsi ilk mesaj ondan gəlib ki, New York'daki konsertin çox gözəl keçici, çox rahat ol. Mən dedim ki, şef siz yoxsunuz Brooklyn'də, yoxsunuz New York'da, olsaydınız burada daha gözəl. Deyir ki, yox, hələ ki Moskvada gözləyirik səni, qayıt gəl. Yəni bu nə qədər qürur vericidir. Mənə bir insan kimi, bir ifaçı kimi. Amma bu mənim dövlətimdə yaşayan musiqi sevərlər üçün də qürur vericidir axı. Və mən xatırlayıram ki, bunu deyəcəyəm 90'larda da, yəqin ki 90'lardan əvvəl də, 90'lardan sonra da Azərbaycanlı bir çox ifaçılar Rusiya estradasına, show biznesinə, Türkiyə show biznesinə qatılmaq üçün əllərindən gələni etdilər. Nə qədər pullar tökdülər. Və əslində bugün sənin nail olduğun bu, yəni insanların belə deyək, uzun əməkləri var idi ki, tutmadı. Yəni bugün əslində sosial media hər şeyi dəyişdi. Mən dünən bir şam yeməyinə qonaq getmişdim Amerikalı dostlarıma və orada bir belə 60 yaşlarında olan bir köhnə həkim, amma həm də country musiqisi yazan bir bəstəkar var idi. Nəsə onlarla söhbət edəndə ki, sabah tez getməliyəm, çünki sabah New York'a gedirəm, çəkilişim var falan. Və onlara maraqlı idi, göstərdim ki, sən mahnını göstərdim. Və gördüm ki, necə asan, ad rahat olanda onları da asandır. Roza, yadda qalandır. Eyni şeydir. Deyirəm, sən o dövrdən bilirdin ki, yəni belə global olacaqsan. Papam bilirmiş, papam bilirmiş. Belə bir global ad lazımdır. Ad da oradan çox şey deməkdir. Sən bilirsən ki, Amerikada da ən sevdiyim country musiqisidir mənim. Mən çox sevirəm country musiqi. Çox sevirəm. Çox sevirəm. Konsertlərimizi inşallah turnemizi də bitireyim. Mən sonra bir 15 günlük gələcəm Səxavət, bura yay ərəfəsində. Məncə gəlsən özə Vaşinqtona gələcəksən. Sən prosta ki, mən gələn vaxtda gərək oradan işdən bir izin alasan, bir 10 günlük tatil planlayasan. Biz səndən bütün hər yeri turist kimi gəzək. Mən sənə sözüm tutur və turist kimi sən məni gəzdirəsən. Elə bilsinə parayıq da. Adım mənlə çıxsın, eybi yoxdur. Mən yazıqladım da o qədər. Mən rahat olma, yaxının bir dostum da deyir. Eybi yoxdur, qoy adım mənlə çıxsın. Mən səndən sonra mən yaxın duran olar. İndi zarafata eybi yoxdur. Biz də öyrəşmirik ki, bizi kiməsə calamaq. Eybi yox. Bu da belə olsun. Roza, Azərbaycanda bugün səhnədə, sənətdən ən yaxın dostluq elədiyin və hətta deyərdim, illərlə dostluq elədiyin kimlər var? Və sözünəsin mənasına dostluqdan söhbət gedir. Heç kim məndən inciməsin. Sənət dostu yox. Heç kim məndən inciməsin. Direktdə və WhatsApp-ımda dostluq eləyən çoxdur. Qorxmadan açıqlıqda dostluq eləyən azdır. Hamısı dost. Ən yaxın dostum Nədən qorxurlar ki, açıqlıqda dostluq? Mafiyalar var da, bizdə mafiyalar var axı. Toy biznes. Real mafiya yoxsa belə? Yox, toy biznes mafiya. Sən ondan dost olsan, Rozanın tərəfindən toyundan vurarlar falan pesman. Doğrudan da dostluq elədiyim rəssamdan başqa, rəssam yəni mənim dostum deyil, rəssam mənim ailə üzvümdür və sənətdə olan yeganə sirdaş, yoldaş, Qovqa tapmışım. Tapmışam. Yoldaş, moldaş, bu hamısı ondadır. Pərviz Mahmudovdur, bəstəkar, ifaçı, Pərviz, sevirəm onu. Həyatımın mənası. Salam. Yox.
Var, Nazənin xanımdır, bəziləri var da, Elnur Məmmədovdur, var da uşaqlarımız var. Amma yaxın dostum Pərviz Mahmudovdur. 20 ildir biz, o mənlə dalaşırdı, mən də ona cavab verirdim, mən də dalaşmış kimi görünürdüm. Biz İraq qulaqlarımızdan düşmən kimi idik. Kim? Nura Suri idi. Oradan? Heç bilmirdim heç, ki. heç, elə- heç mən Nura Suri ilə rəfiqə olacağımı yatıb yuxuma girsəydim, desəydilər, o ujastik yuxu olardı. Tər qan məni basardı ki, vay, qış qış qış, kim olursa olsun Nura Suri olmasa. Amma bugünkü gündə Nura Suri ilə mən çox yaxın dostam. Və çox da adekvat, çox da mədəni, çox da yaxşı qızdır və çox da əziyyət çəkir. Çünki qoçdur o da, sən demək sözü də üzə deyir. O üzə deməyindən də sonra o problem yaşayır beynində olaraq. O da dostum. Xəyyam Nisanovdan çox yaxın dost olduq. Yəni ilk dəfə burada deyirəm, heç kim də bilmir dost olduğumuzu. Xəyyamla heç dost olacağımı da düşünməzdim. Dost olduq, yəni çox sevirəm onun kafasını. Və Sonra maraqlıdır ümumiyyətlə dostluqlar heç vaxt planlanıb alınmır da dostluq. Hə, plansızdır. Sən kimlənsə gəlib planlaya Hə. bilərsən, gəl dost olaq, plansızdır. alınmır. Dəstək duranlardan Samir Bağırov oldu, Zülfiyə Xanbabayev oldu, sevinənlərdən, Elnur Məmmədov oldu. Var idi bir çox. Hə, ağlıma gəlməzdi ki, mən qlobal olanda o boyda dostlarımın içində tanımadığım Damla dəstək dursun. Çox sevirəm qızın kafasını. Sonra Nuşabə var, bizdə Nuşabə Musayeva, bilməm sən tanıyırsan, o gənc də deyil, amma gənc dövrün sayı Nuşabə. Yəni var da qızlarımız, olanlarımız küsməyim məndən, amma 7-24 əlaqə saxlayanlar yadımdadır. No, başqa şeyə xoşbəxtəm. Nə? Tanımadığım Rus show biznesinin ifaçıları, qıraqdan baxıb xoşuma gələn ifaçılar var idi. Mesela Yolka kimi, Anyasti kimi, yani Lorak, Alsu, Zivert, tam ne bileyim, Sevil, çoxları var. Mən mükafatı alanda, mən onlardan prosta zdravstvuyte, hərə stoluna da, hamı gülür, hərə stoluna. Mən bilmirdim, mənim adım çəkiləndə Proxor Şərəfi mənim adımı dedi, soyadımı çətinlik çəkdi. Qızların üçü də başladı qışqırmağa. Roza, Roza, поздравляем, молодец, Roza. Şoka düşdüm ki, qışqıran Anyasti, Yolka və Zivert'ti. Şokdaydım. Anlatabildim yani. Anlayıram. Anlayıram. Yani ve gözüm doldu çesne говоря. Gözüm doldu ve durdum, kucaklaştım onlardan. Proxor da səhnədən itri звезды, поддерживают ее. Ona göre dedim ki, спасибо, что приняли как родную. Mən David'də müsahibə olanda orada çox maraqlı bir söz oldu. Dedi, səncə 3 dəfə klinik ölüm keçirtmisən, getmisən, gəlmirsən falan. Sənin missiyan səncə nədir? Orada rus dilində dedim, məncə Azərbaycan dilində sənin yanında səsləndirsəm daha düzgün özümü çatdırmış olaram. Mən Rusiyada doğuldum, bir dövrana kimi orada yaşadım və mən onların içində qaraydım. Bildin? Mən valideynlərim Rusiyada yaşayır və mən də orada yaşamışam deyə bilirəm. O qara olmaq. Qaraydım. Bilirəm o hissi. Yəni Rus deyildim. Və mən onunla postayanla mübarizə apardım və mən böyük rolları uşaq bağçasında məktəbdə vermirlərdi. Mənə verilən Esmeralda Tsiqan qızına verirlərdi ya da Ağac Beryoz qızat rol verirlərdi. Və mən orada bastalanırdım ömür boyu. Mən gəldim Azərbaycanda heç nə dəyişmədi. Mən Azərbaycan uşaqlarının arasında Azərbaycanlı mənə Rus deyirlərdi. Rus dili bilmirdim deyən Rus. Burada da bastalanırdım. Yəni orada da döyülürdüm, burada da döyülürdüm. Orada da söylürdüm, burada da söylürdüm. Mənim missiyamın sonuçta aqibəti bilsən nə oldu? Mənə Rus deyən uşaqların ana dilində dünyaya çıxdım və mənə qara deyən Ruslar məni sevdi. Rus dili kontingent sevdi. Mənə gəlir həyatda heç kəs missiyası doğulmur. 3-4 dəfə o klinik ölümdən Allah mənə sağlıq tutarmaqdır, bu missiyanı çatdırmaqdır. Və deyirik, sevgi, mərhəmət, gözəllik bəxş etmək lazımdır, gözəl yaşamaq lazımdır. Missiyam ondan ibarət ki, öz ana dilimdə hər iki bir-birini sevməyən insanları bir-birinə sevdirmək, yaxınlaşdırmaq. Və o premiyanı, jaranı alanda mən Rus qızlarının məni dəstəkləməsi, mən lent kimi uşaqlığım gözümün qabağına, o uşaqların o səsi gözümün qabağına gəldi ki, vaxtilə axı mən qaraydım. Və Azərbaycandan fəxrdən yazanlar ki, biz fəxr edirik, yazanların da yazıları gözümün qabağına gəlirdi ki, vaxtilə mən sizin üçün Rusuydum. Bilmirəm, onu
çatdıra bilirəm emosiyamı, çatdıra bilmirəm emosiyamı. Ona görə mən heç kimdən heç nə istəmirəm. Mən sadəcə öz xalqımın tamaşaçısından diqqət istəyirəm. Show biznesi qoyuram kənara, onlar heç vaxt mənim nə sevgimə, nə diqqətimə, nə istəyimə layiq olmayıblar. Çünki mən hamısına yaxşılıq eləmişəm. Barmaqdan saysan, hamısına cibinin pulu olmuşam, evinin köməyi olmuşam, bacılıq eləmişəm, qardaşlıq eləmişəm, toka yaxşılıq eləmişəm. Mən güclü qadın deyiləm əslində, təklikdə. Mən heç güclü qadın deyiləm. Yəni tədirgin vaxtlarımda olur, sönük vaxtlarımda olur, yalnız vaxtlarımda olur. Çünki mən təkəm. Mən sözün əsl mənasında təkəm. Məni bir dənə qoruyan varlıq varsa da o da Allahdır. Mən Allahıma sığınıram və Allah mənim qəlbimə şahiddir. Mən bu günə kimi heç kimə pislik eləməmişəm. Heç kim deyə bilməz ki, show biznesdə Roza mənim bir pisliyi keçib. Onu deyən hünər çıxsın, hünəri varsa da üzümə gəl. Mən tək yaxşılıq eləmişəm və heç kimin bostanını daşlamamışam. Heç kimin pis olmamışam. Sadəcə bilirsən nəyə sevinirəm? Yaxşı ki, Allahın hər kəsin qəlbinə şahiddir. Və güclülüyümü də mən indi birazdan səhnədə olacaqsın. Sən mənə görməmişsən axı çox səhnədə. Səhnədə görməmişəm. İlk olacaq. İndi görərsən. Bugün mən görüb burada təkəm. Çünki ansamblıma yenə viza çıxmadı. Biz 3-cü səfərdə vizaya müraciət eləmişik. 3 dəfədə musiqiçilərə viza çıxmırdı. Bu səfər də çıxmadı. Əslində çıxıb ayın 28-də konsertin 2 gün sonraya. Amma mümkünatsızdır o konsertin 2 gün sonra mən nə edirəm? Və bugün səhnədə tək olacağam. Və tək olmamın baxmayaraq gör səhnə necə dolu olacaq. Gör necə insanlar olacaq. Və sən bilirsən ki, biz cəmi 5 gündür bilet satırıq. Çünki 5 gün bundan qabaq bilmişim ki. Və 2 dəfə dəyişdi hə konsertin. 2 dəfə dəyişibdi. Sentyabrdan bəri dəyişə gəlirdi. Və cəmi 5 gündür bilet satışına məşğulum. Mən bugün şoka düşdüm ki, cəmaət qapıda gəlir, növbədə gözləyir. Профессионально танцует. Да? И казахский ансамбль. Следующий нью-йоркский концерт в казахской одежде. Пожалуйста, я на казахском спою, а ты станцуешь, окей? Она мечтала об этом. Но узбекский мне сама танцует, ты только казахский давай. Хорошо? Necə keçdi konsert? Mən üçün yox, sən üçün necə keçdi? Çox möhtəşəm. Mən çox bu gün doğrudan təəccübləndim. İlk mən gördüm də səhnədə. Mən bu səhnədə başqa ifaçılar da görmüşəm, bizim ifaçılardan, amma bu qədər belə isti qarşılanma görməmişdim. Və paylaşdım bayaq Instagramda, yəni bir hissəsini. Altın bir nəfər yazıb ki, Azərbaycanlısan, Azərbaycanca danış cəmaatla, amma halbuki sənin repertuarının 80% Azərbaycan dilində. 80% Azərbaycan dilində danışıram, Təbii ki, burada ümumi dil hamının başa düşəcəyi dil rus dili idi və sən insanlarla çox əla ünsiyyət saxladın və insanlar səni nə qədər sevirlər, bunu gördüm. Və fərqli millətlərə görürsən də özün, yəni bu nağıl deyil, bu uydurulmuş bir şey deyil. Tacikistandan, Özbekistandan, Rusiyadan, Gürcüstandan, hər yerdən gəliblər və başqa ştatlardan gəlməkdir. Burada yəni başqa ştatdan gəlmək deməkdir ki, 700-800 kilometr neçə saatlar. Elə mən 4 saat yol gəlmişəm. Elə o tamaşaçılarımın qismində sənə təşəkkür edirəm ki, sən 2 gündür mənə ayırdın və bu uzun yolu mənə görə fəth etdin. Mən təşəkkür edirəm. Məncə mən sənin ümidlərini doğrultdum. Məncə çox gözəl bir Amerikan oldu bugün. İndi izləyəcək. Hazırlaşın, sentyabrda 5 dənə Amerikanımız gəlir, 5 dənə ştatda canım. Odur ki, deməli əgər siz bu hissəyə gəlib çatmışsınızsa, deməli bütünlükdə Amerikanonu izlədiniz və bugün konsertdən sonra hər ikimiz yorğunuq. Təbii ki, ən böyük yorğunluq Rozan boyda düşdü. Əslində bu dəfə bir konsertdə verərəm, inansan. O enerjim var. Vallahi. Allah. Gözəl. Mən sənə təşəkkür edirəm. Mən də çox sevinirəm uğurlarına. Sən bir pestə gözləyirəm. Və hər kəs öz çörəyini yeyir. Hər kəs öz əziyyətinin, öz karmalarının çörəyini yeyir. Səssiz. İnsanlar nə deyirsə fərqi yoxdur sənin üçün. Yəni sən işini görməyə davam elə və mənə gəlir ki, sən çox gözəl bir şəkildə Azərbaycanı təmsil edirsən. Kim nə deyirsə desin, həmişə irəli, uğurlar sənə. Mən sənin kimi insanların fikri daha önəmli. Sağ olun, Amerikano.